Salam hər bir kəsə. Bugün biz Avstraliya haqqında məlumatlara sahib olacağıq. Deməli, Avstraliya Cənub və Şərq yarımkürəsində yerləşir və Cənub tropik xətti kəsdiyi üçün iki işıqlanma, yəni tropik və mülayim işıqlanma qurşağında yerləşir. Deməli, Avstraliyanın böyük bir hissəsi məhz mülayim işıqlanma qurşağında yerləşir. Aid olduğu materikin ucqar nöqtəsi şimalda York burnu, qərbdə Steep Point burnu, şərqdə Byron burnu, cənubda isə Cənub-Şərq burunlarıdır. Avstraliyada Hind okeanın yuduğu sahillər Sakit okeana nisbətən daha çoxdur. Yəni aydındır məsələdir ki, burada böyük bir hissəsi məhz Hind okeanı yuyur, digər böyük su ayrıcı və Cape York yarımadası, ta ki cənuba kimi ərazilər isə Sakit okean tərəfindən yuyulur. Burada Yeni Qviniya adasından Torres boğazı vasitəsilə, Tasmaniya adasından isə Bass boğaz vasitəsilə ayrılır. Ərazisində qədim Paleozoy yaşlı böyük su ayrıcı dağları mövcuddur və ən uca zirvəsi isə mülayim işıqlanma qurşağında 2228 metr, yəni Kastiyuşka zirvəsi burada yerləşir. Sahillərində Timor, Arafur dənizləri, daha sonra Tasmaniya dənizi, Carpenteri körfəzi, Böyük Avstraliya körfəzi, Spencer körfəzi və burada coğrafiyaçılar körfəzi də mövcuddur. Və onu da qeyd edək ki, Avstraliyanın aid olduğu materik dünyanın ən quraq materiki hesab olunur. Avstraliyanın fiziki xəritəsinə baxdıqda görə bilərik ki, burada Qərbi Avstraliya yaylası, Böyük qumlu səhra, yəni tropik işıqlanma qurşağında yerləşir. Böyük Viktoriya səhrası mülayim işıqlanma qurşağında. Burada Nallar düzənliyi, Hibson səhrası, Simpson səhrası və mərkəzi ovalıq. Fikir versək, mərkəzi ovalıq adı mərkəzdir, amma nisbətən şərqdə yerləşir. Buna da diqqət edək. Avstraliyada böyük artizan hövzələri də mövcuddur. Ən böyük yarımadalarından Cape York və Arhimlind yarımadası burada yerləşir. Və Arhimlind yarımadasında uran ehtiyatı, Cape York yarımadasında isə boksit ehtiyatı daha geniş və dünyada daha salib seçilən ərazilərdəndir. İqliminə baxdıqda isə şimal hissələri, Arhimlind, Cape York yarımadaları subekvatorial iqlim qurşağında, böyük bir hissəsi tropik kontinental iqlimdə deyə bilərik. Sonra subtropikin aralıq dəniz iqlim tipi, sonra böyük su ayrıcı dağların şərq hissələri tropik dəniz iqlimdə, daha sonra burada subtropikin bərabər rütubətlisi və burada